Dostlar, salamünaleyküm, hər vaxtınız xeyir. Elə bir işə gəlmişik ki, bu işi ancaq kinolarda görə bilərsiniz. Bu Aranov hissəsi, yəni ki, hamamın üstüdür bu. Baxın necə çürüyüb. Altındakı bunun altına izolyasiya vurulur. Heç bir izolyasiya vurulmur. OSB diklərimizi vurmuşuq. Müəyyən çürük yerlər ki vardı, onları çıxartmışıq üzərindən. OSB diklərimizi vurmuşuq bu formada. Baxın, bu forma səliqəyə gəlib inşallah. Biz bu damda əvvəlki problem olmasın deyə inşallah baxın bu hissələrdə, üst hissələrdə hava kütləsi, isti hava kütləsi damın içində bu tirin altında yığılır. Əsasən üst hissələrdə havalandırmalar qoyacaq. Bu hissədə ümumilikdə götürəndə 5 dənə bu hissədə və o balaca damın üst hissəsində və həmçinin o hissədə 5 ədəd burada havalandırma yerləşdirəcəyik ki, və həmçinin bu hissədə ki, əvvəlki problem burada olmasın. Damın mansar damın altında yığılan hava kütləsi müəyyən qədər oradan yığılsın. Bərbad vəziyyətdə olan bu damı bu vəziyyətə gətirib çıxarda bilmişik inşallah. Səliqəli formada izolyasiyamızı vurmuşuq, tamamilə izolyasiya işini bitirmişik. Bu hissə bir dənə qalıb. İnşallah Allahın köməkliyi ilə elastik dam örtüyümüzü qaldırmışıq yuxarıya. Tegolo firmasının idi bunun üzərindəki elastik dam. Ömrün getdiyinə görə və altına bu izolyasiyanı çəkməmişdilər. Yəni o dam örtüyü ömrün getsə belə bu altındakı gün görməyən bu izolyasiya artıq ikinci qorumadır. Biz burada isə hətta Aranovuna qayda qanunla bunun bir dənəsi rulon atılır üzərindən. Bunlar hamısı həmin o Aranovuna yığılır. Biz isə burada Aranovuna həmin kimi atmışıq. Əlavə bir də dəmir qoymuşuq və üzərindən bunları yığmışıq hamısını ora. Bizim artıq burada 2 qat qorumamız var, yəni. Bu hissədə yəni suyun damma problemi artıq tamamilə aradan qaldırmışıq inşallah.